Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günlər bir dostum məndən soruşur ki, Q07-nin lidar versiyası ümumiyyətlə tövsiyə olunur yoxsa yox? Mən deyirəm ki, xeyr, mən sənə tövsiyə eləmirəm. Nəyə görə? Çünki boş-boş xərc çəkmiş olacaqsan. O soruşur ki, niyə? Bəs istehsalçı onu boş yerə qoymazaq, lidar hansısa bir funksiyanı daşıyır ki, qoyub da. Deyirəm, əlbəttə ki, lidar hansısa funksiyası var. Bu əsasən içində keçərlidir. Nəyə görə? Çünki bir çox Çanqan, Avatar, Leaf və digər istehsalçılar eyni xəritə platformasından istifadə edir. Həmin xəritə platformasında xəritə platformasına avtomobillər inteqrasiya olunub. Xüsusilə lidar olan maşınlar necədir? Mən işdən evə getmək istəyirəm, işdən evə marşrutumu verirəm. Avtomobil sürücüsüz, yəni sürücü olmadan həmin marşrut üzrə hərəkət edə bilir və məni evə aparır. Bu da ki, maşının aktiv sürücülük sistemi lidar vasitəsilə inteqrasiya olunmuş xəritə sisteminə inteqrasiya olunur. Bunun vasitəsilə avtomobil məni işdən evə apardı və ya digər hansısa marşrut üzrə hərəkət elətdirdi. Əgər avtomobilin lidar sistemi, aktiv sürücülük sistemi hansısa bir xəritə ilə inteqrasiya olunmayıbsa, onun heç bir mənası yoxdur. Məsəl üçün, biz avtomobili onsuz da Waze-ə inteqrasiya edə bilmirik. Ümumiyyətlə, Waze-in belə bir xidməti yoxdur ki, hansısa marşrut üzrə istiqamət verilsin. Maşındakı o xəritəyə inteqrasiya olunsun, xəritə üzrə marşrut üzrə üzr istəyirəm. Belədir. Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günlər bir dostum məndən soruşur ki, Q07 avtomobilinin lidar versiyası ümumiyyətlə tövsiyə edirsənmi? Mən ona dedim ki, xeyr, tövsiyə edəmirəm. Çünki lidar versiyasının Azərbaycanda və ya Çindən başqa ölkələrdə heç bir əhəmiyyəti yoxdur. Sual verdi ki, nəyə görə əhəmiyyəti yoxdur? Çünki mən ona izah elədim ki, lidar ona görə Çində işləyir ki və yaxşıdır ki, deməli, Çində bir çox istehsalçılar, demək olar 99% eyni xəritə platforması üzərindən işləyir. Çində olan insanlar bunu özləri yaxşı bilirlər. Hansı ki, avtomobilin aktiv sürücülük sistemi və lidar həmçinin inteqrasiya olunub bu xəritəyə. Biz tutalım ki, evdən işə getmək istəyirik, həmin marşrut üzrə komanda veririk. Maşın sürücü olmadan həmin marşrut üzrə bizə hərəkət elətdirir. O lidar vasitəsində canlılardır, avtomobillərdir, digər maneələrdir, onları hansı ki algılaya bilir və ona görə hərəkət edir. Amma sadə qısa izahını verim. Digər ölkələrdə niyə mənası yoxdur? Çin maşınlarında, avtomobillərində olan lidarın. Çünki o lidarlar və maşının aktiv hansı ki sürücülük sistemi inteqrasiya olunmayıb Waze, Yandex və digər xəritələrlə. Ona görə də biz, məsəl üçün, Waze-də marşrut verəndə avtomobil bizi həmin marşrut üzrə sürücüsüz hərəkət elətdirə bilir, xeyr elətdirə bilmir. Ona görə də həmin lidarın heç bir mənası yoxdur. Amma Çində ona görə mənası var ki, avtomobillərdə marşrut üzrə biz hansı ki hərəkət istiqamətində avtomobil sürücüsüz bizi evə və ya istənilən marşruta apara bilir. Lidar ona görə orada yararlıdır. Burada həmin o işi xəritə üzrə biz həmin o funksiyanı istifadə edə bilmiriksə, heç bir mənası yoxdur.